Öncə soruşmaq istəyirdim. Sosial tərəfdaş endirimləri nədir? Məsəl üçün, mənim xəbərim yoxdur. Bilmirəm, Saləmin xəbəri var ya yoxdur. Sosial tərəfdaş. Bu haqda öncə bizə məlumat verək, daha sonra bu ümumiyyətlə neçə müddətdir ki var, neçə müddətdir fəaliyyət göstərir və ümumiyyətlə bu layihə haqqında biz məlumat verək. Baş üstə, ilk olaraq sosial tərəfdaş layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüslə yaradılmış bir layihəlıq platformasıdır. Həssas qrup şəxslərin, belə deyək, maddi gəlirlərinə müəyyən qədər güzəşt və endirimlərin tətbiq olunması barəsindədir. 2023-cü ilin oktyabr ayından fəaliyyət göstərir. Bu həssas qrup şəxslər kimlərdir, onları açıqlamaq istəyərdim. Bizim pensiyaçılarımız, şəhid ailələrimiz, qazilərimiz, veteranlarımız, ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondundan sosial müavinət, ödəniş alan bütün şəxslər bu layihədən yararlana bilər, istifadə edə bilər. Onlar müəyyən xidmət sahələrindən, apteklər, klinikalar, marketlər olsun, xidmətdən yararlandıqdan sonra sırf o şəxslər, imtiyazlı şəxslərə güzəştlər və endirimlər tətbiq olunur. Layihənin əsas məqsədi bundan ibarətdir. Ümumiyyətlə, bu endirimlər necə tətbiq olunur bəs? Layihə çərçivəsində bu ümumilikdə pensiyaçı adı altında təqaüdçülərimizə endirimlər iki üsulla tətbiq olunur. Bir təqaüd kartı ilə bizim 1500-dən çox tərəfdaş müəssisəmiz var ki, hər bir pensiyaçı öz təqaüd kartı ilə yaxınlaşıb həmin müəssisədə ödənişi nəğsiz şəkildə eləyərək avtomatik şəkildə endirimlərdən yararlana bilər. İkinci, daha geniş yayılmış üsul isə e-sosial mobil tətbiqidir ki, hər bir təqaüdçü bu proqramı yükləyir, öz telefonda qeydiyyatdan keçir. İndi biraz sonra qeydiyyatdan keçmə prosesində izah edərəm. Qeydiyyatdan keçdikdən sonra hər bir təqaüdçüyə özəl, fərdi bir barkod çıxır. Adının altında, şəxs səhifəsində. Artıq bu barkodun aktivləşməyi onun bizim seçilmiş marketlər, apteklər və klinikalardan endirim alma hüququna malik olduğunu bildirir. Bu üsulla xidmətdən yararlandıqdan sonra ödənişdən öncə o barkodunu göstərməyə kifayətdir ki, Könül xanım, endirim alsın həmin müəssisədə. Bəs barkodu necə əldə edirik? Bu əldə etmək üçün hansı şərtlərimiz var? İzah edeyim. İlk növbədə təqaüdçü öz smartfon telefonuna yoxdursa, birinci dərəcəli ailə üzvünün telefonuna e-sosial proqramını yükləyir. Play Store-dan və yaxud App Store-dan. Yüklədikdən sonra qeydiyyatdan keçmə prosesi var. Orada 3 əsas üsul var. Sima imza, asan imza və həmin şəxsin fərdi identifikasiya kodu ilə, yəni FIN məlumatları ilə. Buradan şəxsiyyət vəsiqəsindəki məlumatlar və yaxud sima imza daha asan üsuldur. Bu üsulları seçərək təqaüdçü qeydiyyatdan keçir. Qeydiyyat tamamlandıqdan sonra artıq e-sosial proqramında avtomatik şəkildə adının altında bir barkod görünür. Bu barkodun aktivləşməyi artıq onun bizim tərəfdaş müəssisələrin hamısından, bütün filiallarından əlbəttə istifadə edib endirim alma hüququna malik olduğunu bildirir. Bununla bağlı evdəydim, anamgilə getmişdim. Instagramı açdım, Ulviranı gördüm, aparıcı. Gördüm bununla bağlı. Desən, səhv eləməsə 1-2 həftədir artıq bu. Bəli, bütün efirlərdə Ulvira informasiya verirdi. Baxdım, onun deyir ki, onu mən də görmüşəm, nə olar? Mənim üçün deyir, valla mənim anlayışım yoxdur, başım çıxmır. Bugün fürsət bağla çıxdı. Neçə faizdir sizin endirimləriniz? Tərəfdaş müəssisələrdə endirimlər minimal 2%-dən başlayır və 40%-ə qədər dəyişir. Məhsuldan məhsula, marketdə və klinikada isə xidmətdən xidmətə görə bu dəyişir. Bunlar bu endirimlərin hansı müəssisələrdə keçərli olduğunu, nə qədər olduğunu və hansı xidmət, hansı məhsul olduğunu öyrənmək üçün təqaüdçülərimiz sosial tərəfdaş az saytına keçid edərək bütün lazım məlumatları da əldə edə bilərlər. Yalnız dediyiniz kateqoriyalar istifadə edə bilir də endirimlər? Bəli. Həmin pensiyaçı, şəhid ailəsi, qazi, veteran, ailə başçısının itirdiyinə görə müavinət alan şəxslər, ünvanlı dövlət sosial yardım alan şəxslər, yəni DSMF-dən ümumilikdə sosial müavinət alan hər bir şəxs bu endirimlərdən, bu layihədən yararlana bilər. Bizim bir pensiyaçımız yaxınlaşdı kassaya və sadəcə barkodu göstərməyə kifayət edirmi ki, ona tətbiq olunsun o endirim? Gözəl bir sualdır, bizə də çox ünvanlanan bir sualdır. Təqaüdçünün artıq hər hansısa bir zəruri sənəd göstərməyinə, pensiya kartını, şəxsiyyət vəsiqəsini göstərməyinə artıq hər hansısa bir ehtiyac yoxdur. Sistem üzərindən onun təqaüdçü olduğu tanınır. Barkodunu göstərib endirimini almağı onun artıq haqqıdır, belə deyək. Bir də mənə çox maraqlı bir sual. Barkoddan istifadə edərək biz bu endirimdən nə qədər istifadə edə bilərik? Bir mağaza üçün, bir şəxs üçün bəlli bir limit var, yoxsa limitsizdir bunlar hamısı? Bizim bütün tərəfdaş müəssisələrimizdə hər hansı bir limit qoyulmayıb. Gün ərzində və yaxud ay ərzində də bir neçə dəfə bu barkoddan istifadə edə bilər. Hər hansı bir limit yoxdur. Bir də hər hansı bir mağazada
bütün məhsullara o endirim var, yoxsa seçilmiş məhsullara da endirimlər? Marketlərdə, aptek və klinikalarda xüsusilə çox belə deyək, az məhsulları və çox az xidmətlərə çıxmaq şərtilə, məsələn, marketdə spirtli içki olsun, tütün məlumatları olsun, bu zərərli belə deyək, məhsulları çıxandan sonra bütün məhsulları demək olar ki, endirim və eyni şəkildə klinikalarda da əksər xidmətlərə endirim tətbiq olunur. Bir təqaüdçümüz alış-veriş etmək istəyir, amma özü yollana bilmir. Onun oğlu, qızı, övladı və yaxud da yaxını gedib onun barkodunu göstərərək istifadə edə bilərmi? Bəli, bu mümkündür. Hansı halda onu qeyd edeyim. Bu həssas qrup şəxsləri sayında mən bildirməyi unutdum. 50-lik olan şəxslər də var ki, bunlar da bu layihədən yararlana bilərlər bu endirimlərdən. Həmin şəxslərin öz telefonlarına sosial mobil tətbiqini yükləyib, barkodu aktivləşəndən sonra bilirik ki, bu tərəfdaş müəssisələrə 50-lik olduğu üçün, fiziki məhdudiyyəti olduğu üçün özü gedə bilmirlər. Bu şəxslərin birinci dərəcəli etibarnaməyə də ehtiyac yoxdur. Bu ola bilər ki, birinci dərəcəli ailə üzvünün telefonunda qeydiyyatdan keçsin və yaxud öz telefonunu versin həmin şəxsə ki, bu tərəfdaş müəssisələrə gedərkən, əlbəttə o barkodun olmağı birinci dərəcəli ailə üzvü olduğu üçün əlbəttə ki, bunu hər kəs əmanət eləməz. Övladı olsun, nəvəsi olsun, yoldaşı olsun və yaxud verib həmin şəxslər yalnız o endirimlərdən yararlana bilərlər, bəli. Redaktorumuz söyləyir ki, hal-hazırda bizə bir tamaşaçı zəng edib və Vətən müharibəsi iştirakçısının yoldaşıdır, həyat yoldaşıdır. Deyir ki, mənim yoldaşım evdən çıxmır çölə, yollanmır heç bir alış-verişə. Mən öz mobil telefonumda o tətbiqi yükləyib və yoldaşıma aid bütün sənədləri qeydiyyatdan keçirib, barkoddan özüm istifadə edə bilərəmmi? Bəli, bu da az əvvəl qeyd etdiyimiz məsələyə dayanır. Həmin Vətən müharibəsinin yoldaşı öz telefonunda sırf yoldaşının vəsiqə məlumatları ilə qeydiyyatdan keçəndən sonra artıq o barkod aktivləşəcək. Onun məlumatları da keçir çünki. Özü gedə bilmədiyi üçün bu tərəfdaş müəssisələrin endirimlərindən yoldaşı birinci dərəcəli ailə üzvü olduğu üçün yararlana bilər, bəli. Bir də mənə elə özümə də çox maraqlıdır. Tərəfdaş müəssisələr, mağazalar, ümumiyyətlə tərəfdaşlarınız bu siyahı harda təqdim olunur? Bizi izləyən təqaüdçülərimiz, o insanlar hansı ki artıq onlar barkod əldə ediblər, o siyahını hardan əldə eləsinlər? Bütün təqaüdçülər və tərəfdaş müəssisələrin harda olduğunu bilmək istəyən hər hansısa bir vətəndaş sosial tərəfdaş saytına keçid eləyərək bütün bizim tərəfdaş müəssisələrin filiallarını, hansı məhsullara nə qədər endirim olduğu haqqında ətraflı məlumat əldə edə bilərlər və bir məqamda nəzərinizə çatdırmaq istəyərdim. Hər hansı bir təqaüdçü qeydiyyatdan keçmə prosesində bir çətinlik yaşayırsa, tərəfdaş müəssisənin filialını tapmaqda və yaxud hansı müəssisələrdə endirim olduğunu bilmək istəyirsə, sosial media üzərindən və yaxud bizim qaynar xəttimiz vasitəsilə 010 712 73 12 qaynar xətti ilə əlaqə saxlayıb suallarını ünvanlaya bilərlər. Biz bütün suallarını 7/24 cavablayacağıq. Mən üzr istəyirəm, bir sual verim. Əlbəttə ki. Mövzu çox maraqlıdır hamımız üçün. Bax, sizin bu dediyiniz endirimlər ki var, onlar insanların kreditlə alış-verişinə də aid olunur, yoxsa yalnız nağd alışda istifadə edə bilərlər barkoddan? Bu endirimlər barkodu göstərdikdən sonra müəssisədə ödənişi hansı üsulla elədiyinin fərqi yoxdur. Nəqd və yaxud nəqdsiz və yaxud sizin qeyd elədiyiniz üsulla artıq sistem üzərindən onun həmin məbləğinə endirim avtomatik şəkildə tətbiq olunur. Çox maraqlıdır, çox gözəldir və əminəm ki, artıq bir neçə gündür. Amin. Bir şey qalmır. Təqaüdə çıxmasın. Bu layihə haqqında xəbərsiz olan tamaşaçılarımız da bugün efirimiz vasitəsilə xəbərdar oldular. Mən sizin vasitəsilə təşəkkürümü bildirirəm sizə də. Biz təşəkkür edirik. Bizim borcumuzdur, sevə-sevə çatdırırıq.